Herkese salam, yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizinlə yeni bir mətni oxuyub tərcümə edirik. İlk olaraq mətndən bilmədiyimiz sözləri çıxardırıq, öyrənirik, daha sonra isə oxuyub tərcümə edirik. Yaxşı olar ki, sözləri cümlə içərisində öyrənib mənimsəyəsiz. Çünki danışıq zamanı biz sözləri tək-tək öyrəndiyimiz zaman danışıqda heç vaxt ağlımıza gəlmir. Ancaq sözləri cümlə içərisində öyrəndiyimiz zaman, danışıq zamanı da sözlər avtomatik olaraq yadımıza düşür. Julia sitzt am Bahnhof. Julia vağzalda oturub. Ihr Zug sollte vor 20 Minuten einfahren, doch ist immer noch nicht hier. Onun qatarı 20 dəqiqə əvvəl gəlməli idi, lakin hələ də burada deyil. Typische Deutsche Bahn immer zu spät, denkt Julia. Tipik Alman dəmir yolları həmişə gecikir, deyə Julia düşünür. Sie ist zornig. O qəzəblidir. Wegen der Verspätung wird sie ihren Anschlusszug in München verpassen und auch alle anderen Anschlusszüge, die sie nehmen muss. Gecikmə səbəbindən Münxendəki növbəti qatarını və getməli olduğu bütün digər qatarları qaçıracaq. Während sie wartet, schaut sie immer wieder auf ihr Handy. O gözləyərkən tez-tez telefonuna baxır. Vielleicht ist das Fliegen doch besser als der Zug. Bəlkə də uçmaq qatardan daha yaxşıdır. Aber sie kann nichts machen, weil sie sich schon für den Zug entschieden hat. Amma heç nə də bilməz, çünki artıq qatarla getməyə qərar verib. In diesem Moment spricht eine Stimme aus dem Lautsprecher. Bu anda səs gücləndiricidən bir səs eşidilir. Achtung, Achtung! Der Eise von Hamburg nach München fährt in Kürze ein. Bitte Vorsicht bei der Einfahrt. Dikkat, dikkat! Hamburgdan Münchenə gedən Eis qatarı qısa zamanda vağzala daxil olacaq. Xahiş edirik, qatarın girişi zamanı ehtiyatlı olun. Endlich, ruft Julia erleichtert. Nəhayət, deyə Julia rahatlıqla səslənir. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.